İllərdir ki, kürdlərin mübarizəsi var və bu mübarizə bir tərəfdən pan-türkçülərə qarşı aparılırsa, soyqırım etmiş və saxta yollarla yaradılmış Türkiyəyə qarşı aparılırsa, digər tərəfdən onlar həm İraqda, həm də Suriyada IŞİD-ə qarşı vuruşurlar. Bu mübarizə 30 ildən çoxdur ki, IŞİD-ə qarşı davam edir. IŞİD və digər terrorçu qruplaşmalara qarşı davam edir və bir əsrdən 130 ilə hətta yaxındır ki, türkçülərə qarşı baş verir. Yəni kürdlər dünya düzəninə tabe olmayan, yəni onlara diktə edilən məsələlərə tabe olmayan, bəlkə də bu dəqiqə dünyadakı yeganə ən uğurlu xalqdır. Və bununla fəxr etmək lazımdır. Çünki kürdlər talışlarla çox böyük yaxınlığı olan bir xalqlardır. Bizə farslardan daha çox yaxındılar. Bir bölgədə yaşamışıq uzun müddət. Səfəvilər dövründə dövlət idarə etməsində kürdlər və talışlar eyni səviyyədə təmsil olunubdur. Və bu bizə böyük bir motivasiya verir, açığın deyim. Və fəxr edirik həqiqətən kürdlərin bu uğurları ilə, hansı ki, həm IŞİD-ə qarşı, həm Türkiyəyə qarşı mübarizə aparıblar və bu təkcə bir kökdən gələn uğur, bir kökdən gələn fəxr deyil, həm də onlar bizim strateji düşmənlərimizə qarşı mübarizə aparıblar. Baxın, bizim milli cəhətdən böyük düşmənimiz Türkiyədir. Yəni süni yaradılmış bir ölkədir bu. Bölgə ilə heç bir aidiyyəti olmayan, Anatoliya bölgəsi ilə heç bir aidiyyəti olmayan bir ölkə. Digər tərəfdən isə ikinci düşmənimiz bu IŞİD terrorçuları ilə əlaqəli Azərbaycanda çoxlu mərkəzlər var. Bunlar müxtəlif adlar altında fəaliyyət göstərirlər və amma məqsədləri Azərbaycandakı bu şiə institutlarını məhv etməkdən ibarətdir. Və şiə institutlarına aid millətləri də, yəni talışları da məhv etməkdən ibarətdir. Yəni kürdlər eyni anda həm bizim milli, həm də dini düşmənimizə qarşı mübarizə aparırlar. Ön cəbhədədirlər və düzdür, biz də öz mübarizəmizi aparırıq, amma Azərbaycanda bu mübarizə biz tərəfdən silahlı tərzdə getmir. Azərbaycandakı mübarizə tamam fərqlidir, tamam ayrı qaydalarla oynanılır. Amma burada kürdlərin mübarizəsi çox vacibdir və mən bütün talışlardan xahiş edirəm ki, yəni kürdlərin mübarizəsinə dəstək versinlər. Onların məsələlərini sosial şəbəkələrdə canlandırsınlar. Bunlar bizim üçün çox vacibdir. Şeytani qüvvələr tərəfindən idarə olan Türkiyə və Suriya kimi ölkələrin Azərbaycana heç bir xeyri dəyməyəcək. Amma kürdlərin Azərbaycana böyük bir xeyri dəyəcək. Kürdlərin talışlara və şiələrə böyük bir xeyri dəyəcək. Azərbaycandakı digər millətlərə də böyük xeyri dəyəcək. Bizim nə Türkiyə ilə, nə də ki Suriya kimi ölkələrlə heç bir zərərəcəyimiz yoxdur. Bu ölkələr açıq terrorçular tərəfindən idarə edilir, terrorizmi dəstəkləyir və bizim mübarizəmizə xələl gətirir, bizim insanlarımıza xələl gətirir, bizim düşüncə tərzimizə xələl gətirir. Radikal İslami düşüncələri bizim cəmiyyətə gətirməyə çalışırlar. Hansı ki bizim özümüzün 1000 illik bir ənənəmiz var. Hansı dinə inanırıq, hansı təriqətə inanırıq, hansı millətik. Onlar bu 1000 illik bir strukturu dağıtmağa çalışırlar. Bizi məhv etməyə çalışırlar bunlar. Yəni bizi silahla yox, bizi içdən bir ideologiya ilə dağıtmağa çalışırlar və burada biz öz müttəfiqlərimizlə bir olmalıyıq və burada bizim ən əsas müttəfiqimiz kürdlərdir. Onların qəhrəmancasına döyüşməsidir, qəhrəmancasına mübarizə aparmasıdır və biz onlara əlimizdən gəldiyi qədər dəstək verməliyik.